Salam, mən Baydar Həkim Samir Hüseynzadə. Bugün heyvanlar arasında yayılmış dabaq xəstəliyi barədə sizə məlumat verəcəyəm. Bu xəstəliyi yaradan virusdur. Bu virus pikoronavirus ailəsinin aptovirus cinsinə aiddir. Bu xəstəlik cüt dırnaqlar arasında yayılmışdır. İnəklər, camışlar, qoyunlar və keçilər. Bu xəstəlik heyvanlarda dırnaqların arasında, yelində və ağız boşluğunda su dolu baloncuqlarla özünü göstərir və heyvana yem yeməyə imkan vermir. Heyvan arıqlaşır, süd məhsuldarlığı aşağı düşür, immuniteti çökür. Bu xəstəliyin 7 serotipi vardır. O, A, C, SAT1, SAT2, SAT3 və ASIA1-dir. Elə buna görə də peyvəndlənmə bölgədə mövcud olan serotipə uyğun aparılmalıdır. Çünki bir serotipə qarşı immunitet digərlərinə təsir etmir. Bu xəstəliyin spesifik bir müalicəsi yoxdur. Ancaq simptomatik heyvana kömək eləmək olar. Vitaminlər, minerallarla heyvanı qidalandırmaq lazımdır. Ağrı kəsicisidən istifadə eləmək lazımdır. Və bir də ki, heyvanın yaralarını dezinfeksiya etmək lazımdır. Bu vaxtlarda heyvana bu xəstəlik dövründə antibiotikin vurmağı gərəksizdir. Çünki antibiotik heyvanın immunitetini aşağı saldığından bu heyvanda dabaq xəstəliyini daha da ağırlaşdırır. Antibiotiki istifadə etmək olarsa da əgər heyvanda yaralar baş verdikdə, aftalar yaralara çevrildikdə, partladıqda, mikrob düşdükdə ikincili bir infeksiya baş verməsin deyə aşağı bir dozada antibiotikdən bir qədər istifadə etmək olar. Əsasən heyvanı vitamin və minerallarla müalicə eləmək lazımdır. Bu xəstəliyi keçirmiş heyvanları əti və südü istifadə olunmamalıdır. Virus bişirmə ilə məhv olsa da, xam məhsul yoluxucu mənbədir. Dinlədiyiniz üçün təşəkkür edirəm.